TuneTool animasiya hazırlamaq üçün proqramlardan biridir. İstifadə etmək üçün tunetool.com saytına daxil olmalıyıq. Daxil olduqdan sonra Create əmrini klikləyirik və daha sonra isə iş sahəsi açılmış olur. Biz Frame bölməsinə daxil olmaqla Background bölməsindən hər hansısa bir rəng tonu yaxud da şəkil formatında arxa fon effekti seçə bilərik. Nümunə üçün gəlin şəkillərə baxaq. Müxtəlif mövzulu burada bölmələr var. Eyni zamanda search bölməsində, axtarış bölməsindən hər hansısa bir bölmə ilə bağlı müəyyən bir məzmunlara daxil edə bilərik. Təbii ki, istəyəcəyimiz mövzuya uyğun əgər yoxdursa, eyni qaydada hər hansısa bir şəkildə yükləyərək biz arxa fon effekti kimi istifadə edə bilərik. Deyək ki, biz hər hansısa bir məzmun üçün şəkildən istifadə edirik və artıq hal-hazırda o bizim iş masasına əlavə edilmişdir. Daha sonra isə burada müxtəlif mətnlərlə bağlı təsvirlər əlavə edə bilərik. Məsələn, hər hansısa bir söhbət əsasında bir yaratmaq istəyiriksə, deyək ki, mətnin hər hansısa bir hissəsini şagird burada qeyd etmək istəyir. Nümunə üçün mən bura haradır deyə yazısını qeyd edirəm. Təbii ki, bu hissə şagirdlərin özlərinin yaradıcı məhsuluna aid olaraq tənzimlənə bilər. Digər yeni bir səhifənin yaradılması üçün yenidən plus düyməsinə klikləyirik. Yaxud da bu səhifənin olduğu kimi nüsxəsini yarada bilərik. Yəni, bu versiyanın bütün arxa fon effektlərinin daşındığı növbəti səhifəni yarada bilərik. Biz yeni səhifə yaratdığımız halda soruşur əvvəldə yoxsa sonrada, biz sonraya artırmaq istəyirik. Boş bir səhifə yaratmış oldu bizim üçün. Gəlin digər bir bölməyə baxaq. Props bölməsində isə insanlar, animal, müxtəlif obyektlər bölməsi var ki, yəni biz animasiyamıza hər hansısa bir obyektlər əlavə etmək istəyiriksə, qeyd olunan bölmələrdən əlavə edə bilərik. Deyək ki, personajlar formatında biz hər hansısa bir insan formasında bölmələr əlavə etmək istəyirik. Burada müxtəlif insan obrazları var. Təbii ki, bunlar artıq bizim seçimimizə uyğun olaraq əlavə edilə bilər. Yaxud animal bölməsində müxtəlif canlılarla bağlı heyvanlar var ki, həmin məzmunumuza uyğun olaraq əlavə edə bilərik. Müxtəlif obyektlər var ki, hər hansısa bir elementlərdir ki, biz animasiyamızı tamamlamaq üçün istifadə etmək istəyirik. Və ya ola bilər ki, bunlar bizim üçün kifayət deyil, yetərli deyil. O zaman upload bölməsinə klikləməklə kompüterimizin yaddaşından da hər hansısa bir fotonu bura əlavə edərək həmin animasiya üzərində işlərimizi davam etdirə bilərik. Nümunə üçün hər hansısa bir yenidən effekt seçək. Deyək ki, bölməni əlavə etmişik hal-hazırda. Props bölməsindən hər hansısa bir insan bura əlavə etməliyik təbii ki. Deyək ki, bu oğlanı biz əlavə etdik. Təbii ki, istədiyimiz yerdə ölçülərini tənzimləyə bilərik. Eyni qaydada yerini tənzimləməklə də mümkündür ki, obyektin harada dayanmağını biz təyin edirik. Daha sonra buna hər hansısa bir nitqi üçün bir hissə daxil etməyimiz mümkündür. Bu nitqimizi tutaq ki, mən nümunəyə görə bir salam deyə yazacağım. İkinci bir obrazımızı da əlavə edə bilərik. Yenə də eyni qaydada props bölməsinə daxil olmaqla buna bənzər deyək ki, başqa bir obrazımızı daxil etdik. Yenə də animasiyamızın öz tənzimlənməsinə görə biz təbii ki, ölçülərimizi müəyyənləşdiririk. Burada hər hansısa bir söhbət butonunu yenə də klikləməklə digər bir dialoqun tamamını da bura daxil etmiş oluruq və bu bölməmizi də bu formada tənzimləyə bilərik. Biz animasiya şəklində yaradırıqsa, müxtəlif eyni bənzər kadrların müəyyən şəkil dəyişmiş bölmələrini yaratmalıyıq. Bunun üçün də səhifənin nüsxəsini yarada bilərik və hal-hazırda mən nüsxəsini yaratdım eyni şəkildə və biraz bunları hərəkətini etdirə bilərik. Yəni, tam animasiya formasını alması üçün fərqli olması üçün bura başqa bir sual əlavə edəcəm. Digər bir animasiya üçün yenə də digər səhifənin nüsxəsini əlavə edirəm və hal-hazırda deyək ki, bunu silmək istəyirəm.
oğlanı biraz hərəkət etdirmək istəyirəm. Bunun da danışığını siləcəm və bu oğlan da hərəkətini yenə də başqa fərqli istiqamətə qoyduq. Yəni, bu təbii ki, nümunə üçündür. Siz daha süjet xəttini hazırlamaqla daha ideal şəkildə animasiyanı qura bilərsiniz. Və hal-hazırda mən istəyirəm ki, animasiyamı yadda saxlayım. Bu zaman Cartoon bölməsinə daxil oluram və Save bölməsi var ki, burada animasiya şəklində, video şəklində biz əlavə edə bilərik. Təbii ki, saxlama formatını özümüz seçirik, yaxud da şəkil formatında da saxlamamız mümkündür. Mən hal-hazırda animasiya versiyasında istəyirəm ki, download edim və bu download olunmuş bölmə mənim kompüterimin iş masasında saxlanılmış olacaqdır. Hal-hazırda yüklənmə prosesi davam edir. Artıq hazırdır. Animasiyamız, gəlin ona baxaq. Yüklənmiş GIF formatını seçərək müəyyən etmişdik və hal-hazırda mənim ekranımda da göründüyü kimi animasiya bu şəkildə tənzimlənir. Təbii ki, nə qədər kadrlarımız daha çox olarsa, o qədər də zəngin formada bu animasiya videosunu hazırlaya bilərdik.